və Çingiz müəllim, söhbətə sizinlə başlamaq istərdik ki, əslində bu günləri 20 yanvar faciəsinin növbəti il dönümüdür. Bu tarix hər zaman xatırlanmalı, hər zaman tarixin yaddaşına əbədi olaraq yazılıb. Amma eyni zamanda bu ədəbiyyatın yaddaşına da yazılan bir tarixdir. Şübhəsiz. Çünki əgər biz xalqın yaddaşından söhbət açırıqsa, xalqın yaddaşının ən birinci araşdıran, izləyən elə xalqın yaratdığı həm də ədəbiyyatdır. O ki, qaldı bugünkü günə, hesab edirəm ki, bugünkü gün bizim ümumən Azərbaycan xalqının tarixində ən şanlı, qəhrəmanlıq səlnaməsinin ən şərəfli günlərindən, səhifələrindən biridir. Nəyə görə? Bu ona görə belədir ki, həmən gün Azərbaycan xalqı öz milli mənəvi ruhunun sarsılmazlığını, yenilməzliyini, basılmazlığını, əyilməzliyini bir daha təsdiq elədi. Xalqın, deyək ki, 10 minlərlə evlatları, cavanı, ahılı, qocası, hətta uşağı, çünki bu həlak olanların içərisində lap yeniyetmələr, uşaqlar da var. Bunlar o günə kimi bəlkə də çoxsu heç kimi tanımadığı adamlardılar. Amma o günü xalqın ruhunda, xalqın mənəviyyatında elə bir oyanış baş verdi ki, və tamam heç kimi gözləmədi, yeni qəhrəmanlar, böyük şücaət sahibləri ortaya çıxdılar. Və bir daha bizə sübut olundu ki, bu xalq özünü keçdiyi tarixi inkişaf yolunda həmişə bax bu cürə öz əzəməti, əyilməzliyi ilə seçilibdir. İndi, bəli, bu bilirsiniz, bayram sözünün bir qara bayram deyilən məsələ də var da, bilirsiniz. Əslində bu bayram həm də qara bayramdır, belə deyək. Çünki doğrudan da o insanları belə deyək ki, unutmaq çətindir. Bizim hamımızın elə bil bu dünən olub bu hadisələr. Və nə qədər deyək ki, günahsız insanlar, mən ailə tanıyıram ki, deməli, səhər-səhər oğul, evlad, tək cavan oğlan deməli, durub bu hadisələr ki, baş verəndə, durub səhər-səhər gün qabağında paltarını tələsik geyinirmiş, pəncərədən daxil olan deməli, o iri çaplı tank pulemyotunun gülləsi onun həyatına son qoymuşdur. Yəni, bu doğrudan da çox faciəvi bir hadisədir. Amma xalqımız bu faciənin sınağından çox şərəflə çıxmaq üçün özündə bir güc tapdı. Özündə bir güc tapdı. Azərbaycan öz özgürlüyünü, müstəqilliyini, suverenliyini qazandı və şükür Allah, gəldi bugünkü gününə çıxdı. Bugünkü gününə ki, hansı ki, Azərbaycan indi dünya ölkələri, xalqları içərisində öz şərəfli yeri olan bir məmləkətdir. Bu, ədəbiyyatın da həmişə, deyək ki, izlədiyi bir, təbii ki, ədəbiyyatın predmeti kimdir? İlk növbədə insandır. Bu, insanın həyatın ən müxtəlif situasiyalarında insanın iç dünyasının özünü göstərməyidir. Onun dinamikasıdır. Və ədəbiyyat həmişə ilk növbədə insanı izləyir. Və Azərbaycan insanını biz bu situasiyada, deyək ki, o 2-ci Dünya müharibəsindən sonra belə situasiyada nəyə qadir olduğunu izləmək imkanımız olmamışdır. Bu günləri isə görürük ki, bəli, bu xalq və sonraki, deyək ki, sınaqlar da sübut elədi ki, bu xalq öz haqqını qorumağa həmişə qadirdir. Bu xalq həmişə özünü sübut eləməyə. Mən bu Sovetlər İmperiyasının dağılmağının sənədinin imzalandığı o Belavej Puşası deyilən yerdə olmuşam. Həmən o Kravçukun, mən nə bilim, Yeltsinin planın qol çəkdikləri o sənəd imzaladığı otaqda olmuşam. Və görmüşəm ki, o devir ki, o imperiyanın, Sovet İmperiyasının başçıları hansı belə bir, deyək ki, belə deyək də, hansı gözəlliklərin içərisində yaşayıblar, hansı cəhcəlalın içərisində yaşayıblar. Tarix həmişə həm də böyük şəxsiyyətlərin yaratdığı bir nəsnədir. Və bu böyük şəxsiyyətlərin, böyük xarakterlərin toqquşduğu o vaxtları siyasi büroda ümumi liderimiz rəhmətli Heydər Əliyev kimi bir titan vardı, bir nəhəng vardı. Və tarixin də sübut elədiyi kimi orada Mikhail Gorbaçov kimi bir xəbis də vardı. Və
Tarix də sübut elədi ki, bu adam həmişə bizim rəhmətli ümummilli liderimizin o vaxtında paxıllığını çəkib, o vaxtda imkan düşdükcə həmişə onun ayağından çəkib. Əslində Qarbaçov Azərbaycana qoşun yeridəndə həm də Heydər Əliyevdən intiqam almaq istəyirdi, bilirsiniz. Amma tarix sübut elədi ki, bu belə deyil, əzəmət, qüdrət və qələbə yenə də rəhmətli Heydər Əlirzə oğlunda oldu. O özünün Moskvadakı səfirliyə gəlib verdiyi bu hadisələrin isti-isti verdiyi bəyanatla İlk siyasi özü də ki, deyək ki, o situasiyada o kadrlar indi də mənim gözümün qabağındadır, bu kişi hansı yaşantıları keçirirdi, hansı deyək ki, təbəddülatlar var idi, hansı sarsıntılar var idi. Bütün bunlardan şərəflə çıxdı və Azərbaycanımızı da qaldırmağa nail oldu. Ədəbiyyat həmişə bunu izləyib, bu günləri də izləyir və bununla bağlı əsərlər yaradır. Eldar müəllim, həmin dönəmdə, həmin hadisələr baş verəndə hər bir Azərbaycanlı, hər bir insan bunu ürək ağrısı ilə yaşadı və təbii ki, incəsənət adamları, sənətkarlar daha çox, yəni həm şairlərimizlə, yazıçılarımızla bərabər musiqiçilərimiz, bəstəkarlarımız da həmin o hadisələri ağrı acı ilə yaşayıb və insanın ürəyini inildədən musiqi əsərləri ortaya qoydu və eyni zamanda məhz mənim də qeyd etdiyim suverenliyimizi, özümüzü təsdiq etmək üçün yaradan bu fürsəti bir daha nümayiş etdirə bildi. Bu bizim musiqimizdə öz əksini tapa bildi. İstədik bu musiqilər, bu əsərlər barədə sizdən məlumat var. Deyə bilərəm ki, bir söz nətərdir. Bu doğrudan Azərbaycanın çox kədərli günü idi. Həm 90-cı ildə 20 yanvar. Mən indi danışır bayadan baxıram verilişlərə də. Belə bir gözümün qabağından gəlir keçirirdi həmin gün. Mən deməli səhəri günü şəhərə çıxdım və gördüm tankları, gördüm o əskərləri. Yəni açığı belə müharibə şəraitini biz öyrəşmişik. Məsələn, o vaxt Sovet vaxtlarında, o vaxtın bədii filmlərində görməyə. Amma bizim öz küçələrimizdə bu qədər əskərin olması, bu qədər tankların olması biraz adamı öz ağlına yerləşdirə bilmirdi ki, bizim başımıza da belə bir şey gələ bilər. Çünki biz hamımız Sovet adamları kimi yaşamışıq, Sovet adamları kimi böyümüşük və həmişə deyirlər ki, Sovetlər, yəni ki, qoruyurlar bizim əskərlərimiz və bu cürə. Amma ki, bu dəfə bu əskərlər bizə qarşı çıxdı, xalqa qarşı çıxdı. Birisi çox doğrudan təsir elədi, təkcə mən deyəm ki, demək, bütün bəstəkarların hamısına yəni ki, mən musiqi sahəsindən danışıram. Çingiz müəllim dedi ki, məsələn, ədəbiyyatda hamısı bu işlə bağlı əsərlər yaradıblar. Mən deyərdim ki, həmin o dövrdə bizim birinci, məsələn, ciddi üslubda yazılan əsər Azər Rısayevin Bakı 90 simfoniyası idi. Yəni, elə həmin o dönəmlərdə deyərdim ki, məsələn, əsərlər bir-birinin ardınca yaranırdı. Elə bir vaxtıdır ki, hamı orada hiddətlənmişdi, hamı hiddətli idi, hamı əsərlər yazırdı. Bu əsərlərin də içində Cövdət Hacıyevin 7 nömrəli simfoniyası idi. Sonra Sevdə İbrahimovanın əsərləri idi. Vasifat Gözəlovun Qarabaş Kestəsi, Qəm Kərvanın əsərləri idi. Bunlar hamısı bu əsərlər, yəni ki, bir-birinin ardınca bu hadisələrdə yarandı. Hətta deyərdim ki, bu yaxınlara qədərdir. Mən elə gəlir ki, elə bir bəstəkar yoxdur ki, Qarabağ mövzusuna, 20 yanvar mövzusuna, yəni ki, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanlar, həlak olanların xatirinə, yəni Azərbaycanın özünün bütün bu hadisələrə bir növ sinə gəlməsinə aid əsərlər yaratmasın. Yəni ki, bu ən son əsərlərdən deyərdim ki, Firəngiz Əlizadənin İntizar operasıdır, yəni Qarabağ mövzusunda yazılıb. Bizdə, məsələn, bəstəkar var, bəstəkarlar ittifaqı üzvüdür. Nazım Quliyev, məsələn, o yazıb İlham və Fərizə, məsələn, operasını yazıb. Yəni, belə əsərlər yazılır. Yəni, ciddi üslubda çoxlu əsərlər yazılır. Bunlar hamısı bir üstədərdir. Əsərlər iki cürə yazılır. Məsələn, bir var, kədərimizi bildirir. Yəni ki, qəmli əsərlərdir. Bir də bayaqlar Çingiz müəllim yaxşı bir qeyd elədi ki, bir sürü qürur da var burada. Yəni ki, bu adamlar elə belə, məsələn, bu dünyanı tərk eləməyiblər. Yəni ki, Azərbaycanın naminə bunlar şəhid olublar. Yəni, o qürurlu əsərlər də var. Yəni ki, o pafoslu əsərdirlər. Və belə də əsərlər yaranır. Yəni, bu tarix həm faciəvi tarixlə yanaşı bizim də şanlı tariximizdir, qəhrəmanlıq simvolumuzdur. Və ona görə də... Bir dənə şeydirsə, ildən ilə
illər artdıqca, yəni artıq görün 22 il keçir bu işin üstündən. Yəni get-gedə biz bir balaca başlayırıq daha hər dəfə bir fərqli baxırıq bu işə, fərqli yanaşırıq bu işə. Yəni əgər 90-cı ildə hamı kədərli idi, hamı doğruda elə bir vəziyyətdə idi ki, 90, 91, 92-ci ilə yəni təzə-təzə idi. Yəni indi artıq bir balaca yəni ki, bu şəhidlərimizə doğrudan belə bax, doğrudan qəhrəmandılar. Yəni bunlar Azərbaycanın ilk müstəqilliyi uğrunda ilk deməli şəhid keçənlərdilər. Bunlar canlarından keçiblər. Bax bugünkü bax Çingiz bəy sözü gəlirəm ki, bugünkü doğrudan bu gözəl həyatda yaşayırıq. Yəni ki, bu cür Azərbaycan doğrudan tanınır, eləyir, doğrudan iri addımlayır. Bax bunlar hamısı o şəhidlərdən sonra başlanır bütün bu həyat. Özdə get-gedə görün nə qədər böyük bir qısa bir müddətdə böyük Azərbaycan məsələn tanınır və hər dəfə də şəhidlərimizə qayıdırıq. Hər dəfə şəhidlərimizi yad edirik. Bu əsərlər də həmişə yazılacaq. Eldar müəllim, bu əsərlər yazılır. Əlbəttə ki, bu əsərləri geniş kütlələr dinləyir, amma bunu hər zaman dinləmə imkanı desək olmur, desək heç də yanılmarıq. Çünki bu eyni zamanda bu cür möhtəşəm əsərlər mahnılara da yansımalıdır. Razılaşırsınız bu fikirlər və yaxud da yansıyırsa, bu günləri bu mahnılarda özünü necə göstərir, bu qəhrəmanlıq, vətənpərvərlik? Çünki bəzi ekspertlər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər. Düşünürlər ki, əslində vətənpərvərliklə bağlı mahnılar o qədər də çox deyil və ümumiyyətlə yazıldığı onların mətnləri tamamilə o abu-havanı daşımır. Siz nə düşünürsünüz? Yox, mən deməzdim ki, çoxdur. Çox əsərlər yazılır, amma ki, burada açıq keyfiyyət məsələsi var. Yəni ki, nəyə görə keyfiyyət məsələsi? Məsələn, Bəxtiyar Vahabzadənin yazdığı, məsələn, Şəhidlər şeir var, ona məsələn, mahnılar yazılır. Doğrudan çox gözəl şeirdir. Məsələn, baxır, əsl şairin məsələn, yazdığı doğrudan da ustad əlindən çıxan bir şeir və həmin o şeirə, məsələn, musiqi yazılırsa, istər kantata, istər oratoriya, istər mani, yəni peşəkarlar tərəfindən doğrudan bu gözəl olur. Bir də var, bilirsiniz, adi, məsələn, həvəskarlar, məsələn, yazırlar, reyləri istəyir, onlar da qalağa eləmək olmaz, qoy yazsınlar. Yəni, bunlar həmişə lazımdır. Amma əsərlər çoxdur, mən sizə deyərdim ki, 90-cı il yanvar hadisələrlə bağlı çoxlu, məsələn, belə baxanda deyərdim ki, həm matam musiqiləri, orkestr musiqisi yazılıb, həm deməli, instrumental musiqilər vardı, həm də ki, var idi, deməli, çoxlu mahnılar. Bu musiqilər olmalı, bu mahnılar olmalı, bu ədəbiyyatımızda özünü göstərməli. Çünki hər bir Azərbaycanlı üçün ağrılı, anlı bir gün olduğu kimi eyni zamanda şərəfli və qürurlu bir gündür. Biz sadəcə deyirik Qara yanvar eyni zamanda, amma bu Qara yanvarla bərabər eyni zamanda Şanlı yanvar tarixi də olaraq qeyd olunur. Təşəkkür edirik sizə gəldiniz. Minnətdarıq sizə, təşəkkürümüzü bildiririk. Bəli, bu bizim unudulmayan bir tariximizdir və biz bugün unudulmayan tarixə bir daha nəzər salırıq.